Sual verilir ki, əgər dinimiz kamildirsə, alimlərə nəyə ehtiyac var? Hələ alimlərin olmağı dinin kamilliyinə dəlalət edir. Mən başa düşürəm, bəzi insanlar bu suala niyə görə verir. Onlar fikirləşirlər ki, məsələn, kitab olsun, Quran-ı Kərim və yaxud hədislər olsun və biz də heç kimə müraciət etməyik, özümüz nə istəyirik, necə lazımdır başa düşməliyik onu. İndi siz təsəvvür edin ki, Quran-ı Kərim ən indi əlimizdə olan müqəddəs kitabdır və böyük və dərin mənalara malik olan bir kitabdır. Və biz desək ki, hər bir adam onu başa düşə bilirsə, onda nə dərəcə dərin kitabdır o? Əgər hər adam, hətta savadsız adam onu, hər şey başa düşür orada nə var. Hətta başqa elmlərə baxsanız, məsələn, tibb elminə. Həkimə bəyəm ehtiyac yoxdur, onda həkim də lazım deyil. Deyilən ki, həkim lazım deyil. Kitablar var, gedim o kitablarını oxuyum, özüm müalicə edeyim. Alınmır. Niyə görə? Çünki o kitabı sən oxuyarsan, amma sən onu düzgün başa düşməyəcəksən. Sənin savadın olmasa, məsələn, tibb savadın, sən o kitabları başa düşməyəcəksən. Ona görə bütün elmlər kimi, hər bir elmdə, nəinki İslam elmində, hər bir elmdə alim olmalıdır ki, bu elmi izah eləsin, başa salsın.